Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Allahumma allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmi ba'd. Aziz qardaşlar, Şeyx Nasır Səmərqəndi rahimehullahın qəflətdə olanlara xəbərdarlıq kitabının tədrisinə davam edirik. Və şeyxin zikr elədiyi 44-cü mövzu yetimlərə yaxşı davranmaqdır. Yetimlərə yaxşı davranmaqdır. Yetim şəriətdə ümumiyyətlə kimə deyilir, qardaşlar? Yetim o insana deyilir ki, həddə buluğa çatmamış atasını itirənə yetim deyilir. Yəni, yetimlik ana tərəfdən deyil, yəni şəriəti ata tərəfdən olur. Və dinimiz onlarla gözəl davranmağı əmr etmişdir. Və şeyx burada əsərlər gətirir və gətirdiyi əsərlərin demək ki, əksəriyyəti zəif olduğuna görə, yəni biz başqa kitablarda ümumiyyətlə Quran və sünnədə varid olmuş daha faydalı dəlilləri zikr edəcək ki, və bu mövzuat haqqında yəni bizim ən azı bir məsələdə bu məsələni dərk edək, bu məsələnin əzəmətini bilək. Və yetimlər də o insanlar da hansı ki atalarını itirmiş, körpə kəntalarını itirmiş, ata şəfqətindən məhrum olunmuş insanlar da bu cəmiyyətin bir parçalarıdır. Və onlar, belə deyək, yarımçıq böyüyən uşaqlar olurlar. Bir tərəfdən əskik böyüyən uşaqlar olurlar. Yəni, onların çətinə düşəndə yəni, yardım istəyəcəkləri bir ataları olmur. Söykənəcəkləri bir ataları olmur. Ona görə dinimiz onlarla daha diqqətli davranmağı, daha gözəl davranmağı əmr etmişdir. Allah Teala buyurur ki: "Və iz əxəzna mīsāqa bəni İsrailə lā ta'budūna illallāha və bil valideyni ihsāna və bizil qurbā vel yetâmā vel mesâkîn." Allah Teala buyurur ki, biz o zaman İsrail oğlanlarından əhd aldıq. Allah Azze ve Celle yəni bu ayədə bizə bəyan edir ki, bu ayə bizə dəlildir ki, yetimlərin haqqı nəinki İslam şəriətində, bütün şəriətlərdə o yetimlərin haqqının qorunması əmr olunmuşdur. Allah buyurur ki, biz o zaman İsrail olanlarına əhd aldıq ki, yalnız Allaha ibadət edəcəksiniz. İbadətinizi tək Allaha edəcəksiniz. Yəni, Allahdan başqasına ibadət etməyəcəksiniz. Və valideyninizlə gözəl davranacaqsınız. Çünki Allahın haqqından sonra ən böyük haqq kimin haqqıdır? Kimin haqqıdır? Valideynin haqqıdır. Allah Azze ve Celle'nin haqqından sonra ən böyük haqq valideynin haqqıdır. Allah Azze ve Celle öz haqqından sonra Quran-ı Kerimdə nə qədər yerdə öz haqqından sonra valideynin haqqını zikr etmişdir. Onların haqqının əzəmətinə görə. Və sonra buyurur ki, vəzil qurba və həmçinin valideynə yaxşılıqla bərabər yaxın qohumlara da yaxşılıq etməyi onlara əhd aldıq. Vəl yetəmə və yetimlərə də yaxşılıq etməyi Allah Azze deyir ki, onlardan əhd aldıq ki, yetimlərlə də yaxşı davransın. Vəl məsəkin və həmçinin miskinlərə də yaxşılıq etməyi, kasıblara da yaxşılıq etməyi onlardan əhd aldıq. Allah Azze ve Celle'nin əhd aldığı bu sinif insanlardır. Onlardan biri də yetimlərdir. Və bu da dəlildir ki, dediyimiz kimi, yəni yetimlərin haqqı nəinki bizim şəriətdə, bütün şəriətlərdə qorunmuşdur. Başqa bir ayədə Allah Teala buyurur ki: "Və yesəlûnəkə anil yetəmə qul islahul lehum xeyr." Səndən yetimlər barədə sorsalar, de ki, onları islah etmək, onlar üçün islah daha xeyirlidir. Və in tuxalituhum, əgər siz onlarla qaynayıb qarşısanız, fə ixvanukum, onlar sizin qardaşlarınızdır. Başqa ayədə Allah Teala buyurur ki: "Yesəlûnəkə məzə yunfiqun." Səndən soruşurlar ki, nəyə xərcləsinlər? Yəni ki, burada nəyə xərcləsinlər məqsəd nədir? Kimlərə xərcləsinlər? Xərclənmə yolları haradır? Hansı xeyir qapılarına xərcləyə bilərik? Azza və Cəllə buyurur ki, "Qul mə ənfaqtum min xeyrin fəlil valideyni vəl əqrabin vəl yetəmə vəl məsəkin və ibnis səbil və mə təfalun min xeyrin fə innallaha bihi alim." Allah Teala buyurur ki, onlara de ki, sizin xərclədiyiniz hər bir xeyir, istər valideynlər üçün olsun, istər yaxın qohumlar üçün olsun, istər yetimlər üçün olsun, istər kasıblar üçün olsun,
istər də yolda qalmış insanlar üçün olsun. Yəni, bunlar hamısı nədir? Xeyirdir və etdiyiniz hər bir xeyri də Allah Azə və Cəllə bilir, ondan xəbərdardır. Və bu sinif insanlardan birində Allah Azə və Cəllə kimə zikr eləyir? Yetimlərin haqqını zikr edir. Yəni, burada deyəsələr ki, yetimlərin haqqı qorunur. Və həmçinin Allah Azə və Cəllə yetimlərə xərcləyən, yetimlərə diqqət göstərən və bunu da Allah üçün edən insanları Quran-ı Kərimdə tərifləyib buyurur ki, وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. O insanlar ki, sevdikləri halda miskinlərə, yetimə və əsirlərə xərcləyərlər. Yəni, sevdikləri halda nədir? Biri var, sən verirsən, amma nəfsin istəmir xərcləməyi. Nəfsinə ağır gəlir. Bir də var, sevə-sevə xarşlayırsan. Bu qapıya sevə-sevə xarşlamaq istəyirsən, Allah Azə və Cəllə o insanları tərifləyir Quran-ı Kərimdə. Onlar kimləri yedizdirərlər deyir, o kimlərə yemək verərlər, miskinlərə, yetimlərə və əsirlərə yemək verərlər. Və başqa ayədə Allah Azə və Cəllə onların malını qorumağı da bizə əmr edir. Çünki normalda yetim insan, yəni gücsüz biridir. Əgər onun hər hansı bir malı, mülkü varsa, batadan aldığı bir miras varsa, gücsüz olduğuna görə o malını qoruya bilməyəcək. Ona vasi deyilir şəriətdə, mütləq nəzarətçi təyin olunur. Nəzarətçi təyin olunur, ta ki, o həddi buluğa çatana qədər onun malına sahiblənir. Malını qoruyur. Malını, əgər xeyirli bir qapı varsa, xeyirli bir ticarət var, o ticarətə yatırır ki, o mal artsın, çoxalsın. Bunun hamısını edən kimdir? Həmən o nəzarətçidir. Şəriət belə bir qapı qoyub ki, yetimin malına bir nəzarətçi olsun. Və Allah Azə və Cəllə buyurur ki, onların malının qorunması haqqında buyurur ki, وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ. Yetimin malına da yaxınlaşmayın, yalnız yaxşı məqsəd istisnadır. Yaxşı məqsəd nədir? İstisnadır. Ta ki, o həddi buluğa çatana qədər. Yəni, Allah Azə və Cəllə həmin ayələrdə həlak edici böyük günahları sayır. Yəni, dinimizin ən önəmli məsələlərini sayır. Yəni, şirkdən başlayır, valideyn haqlarıdır. Sonra o haqlardan biri də nədir? Yetimin malına yaxınlaşmayın. Yalnız yaxşı məqsədlə. Dediyim kimi, yaxşı məqsəd nədir? Məsələn, bir xeyirli ticarət var. Bilirsən ki, burada onun malının batma təhlükəsi yoxdur. Və mal da yatır. Onun sənin nəzarətindədir. O pul, mal yatır. Onu nə edirsən? O xeyirli ticarətə qoyursan ki, daha da artsın. Daha da çoxalsın. O böyüyənə qədər daha da artıb çoxalması üçün çalışırsan. Və başqa ayədə Allah Azə və Cəllə buyurur ki, وَآتُوا الْيَتَامَ أَمْوَالَهُمْ. Yetimlərin mallarını özlərinə qaytarın. وَلَا تَتَبَدَّلُوا خَبِيثَ بِالطَّيِّبِ. Pisliyi, yəni yaxşılıqla qarışdırmayın. وَلَا تَأْكُلْ أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا. Onların mallarını öz mallarınıza qarışdıraraq, qataraq nədir? Yeməyin. Çünki o böyük bir günahdır. Böyük bir günahdır. Və Allah Azə və Cəllə başqa bir ayədə yetimin malını yeməyin cəzası haqqında buyurur ki, İnnəl-ləzīnə yəkulun əmvələ yetəmə zulmən innəmə yəkulunə fi butunihim nara və səyaslevnə sə'ira. O insanlar ki, yetimin malını zülmlə yeyərlər, onlar qarınlarında bir atəş yeyirlər. Cəhənnəm atəşi yeyirlər və onlar cəhənnəmə atılacaqlar. Yəni Allah Azə və Cəllə bu ayədə ispat edir ki, yəni yetimin malını yemək insanın cəhənnəmə atılmasının və cəhənnəmdə qarnında atəş yanma, insanın qarnında atəş yanmasına nədir? Səbəbdir. Və necə ki, az sonra gələcək sünnədən də dəlillərdən Rasulullah sallallahu aleyhi və səlləm 7 ən böyük günahı zikr edəndə həlak edici 7 böyük günahı zikr edən onlardan biri də nəyi zikr edir? Yetimin malını yeməyə zikr edir. Və Allah Azə və Cəllə baxın, onların haqqı nə qədər böyükdür ki, Allah Azə və Cəllə qənimət məsələsində belə Allah Azə və Cəllə onlara qənimətdən pay ayırır.
Qənimət nədir? Zəkatdan danışmırıq. Qənimət. Zəkat, yetimə zəkat verilirmi? Yetim olduğuna görə xeyr. Kasıb yetim olarsa, bəli. Lakin o, hər yetim də kasıb deyil. Adam var yetimdir, lakin ata-babadan böyük bir miras alacaq. Miras alır, özü bir zəngin birinə çevrilir. Əslində onun vasisi, hansı ki o nəzarətçisi, onun malından zəkatını çıxarır. Özü zəkat çıxaran biri ola bilər. Ona görə baxın, şəriətimizin hikmətinə baxın, zəkat əhlinin içində yetimləri zikr etməyib. Və zəkatın da nisbəti biz bilirik ki, mallarda olan nisbəti nə qədərdir? Yəni ki, ticarət malında, yatar pulda və s. 2,5%-dir. Elə mallar var ki, orada 1%-dir. Yəni 1%-dən 10%-ə qədər mallarda dəyişir. Məsələn, dediyimiz kimi, məsələn, qoyundur, məsələn, 1000 qoyunu varsa, 400 qoyundan sonra, yəni hər 100 qoyuna 1 qoyundur. Yəni 1%-dir. Qızıl, gümüş və yaxud yatar pullu bu kimlərdə 2,5%-dir. Yerdən çıxan məhsullardan ya 5%-dir, ya 10%-dir. Yəni zəkat 1%-dən 10% arasında dəyişir. Yəni növünə görə dəyişir. Allah Azəbə Cəllə bəli, zəkatda yetimə nəsib etməyib, paya ayırmayıb. Sırf yetim olduğu üçün. Lakin qənimətdə yetimə payını ayırıb. O da nədir? Xumüsdür. Xumus nə qədər eləyir? 5də 1 eləyir. Yəni 20%, o 20% ki ayrılır, orada Allah Azəbə Cəllə yetimə də pay ayırmışdır. Və qənimət harada olur? Döyüş meydanında. Kafirlərdən alınan qənimətlərdir. Xümüs budur. Dinimizdə müsəlmandan alınan pula nə deyilir, qardaşlar? Müsəlmandan alınana nə deyilir? Zəngin müsəlmandan alınana nə deyilir? Zəkat deyilir. Kafirdən alınana nə deyilir? Xümüs deyilir. Hansı ki, bugünkü günü bəzi bidət əhli öz ətbalarından, öz tabiçilərindən xümüs alırlar. Alırlar, əmmaməllərinə göndərirlər. Xümüs alırlar. Deməli, bunları nə görürlər? Kafir görürlər. Bunların malını xümüs olaraq yeyirlər. Xümüsün əhli var. Az sonra oxuyacaq ayəni. Xümüs kimlərə verilir? Və onlar da o sinifdən özlərini saydıqları üçün deyirlər ki, xümüsü verin deyir, ey zənginlər. Xümüsü verin deyir. Yəni 20%-inizi verin. Öz kasıblarınıza deyil, bizə göndərin. Çünki sizin içinizdə xümüsə layiq olan yoxdur. Xümüsün əhlinin atala görə nə deyir? O buyurur ki, وَعْلَمُ أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ Bilin ki, qənimət əldə etdiyiniz hər bir şeyi فَأَنَّ لِلَّهُ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَ وَالْيَتَامَ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ Allah Azəbə Cəllə bilir ki, bilin ki, onun deyir, 5də 1-i, xumus yəni 5də 1 deməkdir. 5də 1-i Allahın, Rəsulunun, onun əhl-i beytinin, yetimlərin və miskinlərin və yolda qalanların haqqıdır. Allah Azəbə Cəllə o 5də 1-i xumusu bunlara bölüb. Allahın Peyğəmbər s.ə.v. Yəni Peyğəmbər s.ə.v. zəkat yemirdi, sədəqə yemirdi. Lakin qənimətdən, xumusdan payını götürürdü. 5də 1-i götürürdü. Və zil qurba, yaxın qohumlarının, yəni əhl-i beytdə demədi, əhl-i beytdir. Bunlar da, əmmaməllər də deyir ki, biz əhl-i beytdənik. Ona görə də o xumus bizə gəlməlidir. Siz kafirlərin, demirlər onlara kafir demirlər, siz dindarların, siz möminlərin göndərin, xumusunuzu biz yiyəcəyik. Bunlardan biri də sorğulamır ki, xumus Quranda kafirlərdən qənimət döyüş meydanında alınan puldur. Siz bizdən niyə xumus alırsınız? Biri də bunu sorğu-sual etmir. Ağamız deyir, xumusu ver, biz də xumusu veririk. Eşitdik, itaət etdik deyirlər. Və Allah Azəbə Cəllə deyir, onlar, yəni bu haqlı kimlərdir? Və yetimlər də buradadır. Bu ki, əhl-i beyt və həmçinin yetimlər və miskinlər və yolda qalanlardır. Təbii ki, o siniflərin heç birinə verilmir hal-hazırda. Bunların aldığı xumusdan yalnız əhl-i beyt adıyla özlərinə verirlər. Nə miskinə, nə yetimə, nə yolda qalana, heç birinə. Deməli,
İslamda nə var qardaşlar? İslamda zəkat var. Yəni müsəlmandan alınan Rasulullah s.ə.v əmri nədir? Deyir, tuxazu min əğniyəhim və turaddu alə fuqarayhim. Öz varlılarından alınıb öz kasıblarına veriləcək. Buna gətirməyin deyir. Özlərindən alın, özlərinə verin. Hətta Ömər radiyallahu anh xilafəti dövründə, yəni hətta sahabələrdən Ömər radiyallahu anh göndərərdi. Məsələn, bəziləri zəkatı götürüb gətirəndə Ömər radiyallahu anh qaytarardı. Həmçinin onlardan sonra gələn xəlifələrdə də olub. Ki, Rasulullah s.ə.v vəsiyyəti nədir? Həmçinin Huzeyfə radiyallahu anh alır zəkatı, yerli cəmaatın kasıblarına paylayır. Deyir ki, hər qədər əmarana Rasulullah s.ə.v. Peyğəmbər s.ə.v bizə belə əmr etdi. Demək ki, Mədiniyə göndərin. Xəlifə oradadır. Başçımız oradadır. İstər Əbu Bakır radiyallahu anh vaxtında olsun, istər Ömər radiyallahu anh vaxtında olsun, istər Osman radiyallahu anh, istər Əli radiyallahu anh vaxtında. Heç biri ətraf bölgələrdən zəkatı özünə toplatmazdı. Öz varlarından alıb öz kasıblarına verirlərdi. Ona görə zəkat ya harda, mal hardasa ora çıxarılır. Oranın əhli üçün çıxarılır. Bu zəkat müsəlmanlardan alınan, Allah Azə və Cəllənin müsəlman, varlı, zəngin müsəlmanların malına vacib etdiyi bir ibadətdir. Xumus isə dediyimiz kimi nədir? Kafirlərlə döyüşdə, döyüş meydanında əldə olunan qənimət olur. Silahdır, minikdir, qırqızıldır, fərqi yoxdur. Onun qənimətdir. Döyüş meydanında əldə olunan qənimətlərdir. Bu qənimətlərin 5də 4-ü ordu arasında paylanılır. Mücahidlərə verilir. 80% kimə paylanılır? Döyüşən mücahidlərə verilir. 20% isə ayədə az sonra zikr edirik az öncə zikr olunan o sinif insanlara, yəni Allah Azə və Cəllənin bəyan elədiyi sinifə verilir. Və bunların içində də dediyimiz kimi kimlərdir? Yetimlərdir. Allah Azə və Cəllə o 20% haqqın sahiblərindən biri də kimi zikr edib Allah Azə və Cəllə yetimləri zikr etmişdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində də yetimlərin haqqının qorunması haqqında yetərli dəlillər var. Rasulullah sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, Ənə və kəfilul yetimi fil cənnəti həkəzə. Mən və yetimin himayədarı cənnətdə beləyik deyir. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, iki barmağını yanaşı tutaraq bəyan edir ki, mən və yetimin himayədarı cənnətdə bu şəkildə barmağınla, yəni işarət barmağı ilə ondan sonraki barmağını yanaşı tutaraq işarət etdi. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem yanına bir kişi gəlir, ya Rasulullah, qəlbim sərtləşib. Artıq qəlbim daşlaşıb. Şikayət edir öz halından. Rasulullah sallallahu aleyhi ve sellem ona vəsiyyət edir ki, İmsəh rəsəl yetim və at'imil miskin. Deyir, yetimin başına sığal çək və miskini yedirdi, kasıbı yedirdi. Qəlbin yumşalmağını istəyirsənsə, miskinin başına, miskinin yedirt, bir də yetimin də başına sığal çək. Və baxın, Allah Azə və Cəllə bəşəriyyətin ən xeyirlisini, yaradılmışların ən üstününü, Rəsulların sonuncusu və seyyidi olan Muhammed sallallahu aleyhi ve səlləmi yetimlərin içindən seçdi. Bilirsiniz ki, Rasulullah sallallahu aleyhi ve sellem yetim olaraq böyüdü. Özü də həm atasını, həm anasını itirərək o şəkildə böyüdü. Yaxşı, birdən kimsə belə şübhə ata bilər. Deyək ki, Allah Azə və Cəllə Rəsulunu seçəndə, yəni ki, atalı, analı birini seçə bilərdi Allah Azə və Cəllə. Niyə yetim seçdi? Allah Azə və Cəllə niyə izin verdi ki, onun atası anası ölsün, o yetim olaraq böyüsün? Və yaxud niyə yetim olan birini seçdi? Belə bir şübhə ata bilərlər. Düzdürmü? Kiməsə ağılla gələr, yaxud da kiməsə belə kimlər tərəfindənsə şübhə atıla bilər. Alimlər buna bir gözəl cavab verirlər. Deyir ki, normalda insanın, yəni hər kəsin bir eybi var, bir xətası olur normalda həyatda. O xataları həmişə kimlər örtür insanın? Uşaq vaxt, valideyni örtür. Xüsusən də ata. Uşaq vaxt insanla baş verən bu naqislikləri, yarımçıqlıqları valideyndən ən xüsusilə ata örtür.
yetimin örtəni olmadığına görə yetimin naqisliyi insanlar arasında zahir olur, açıq aydın olur. Onun hər bir xatası bəyan olur. Atalı, analı övlad atası anası gizlədir. Onun etdiyi xətaları gizlədir. Amma yetiminkini gizlədən olmur. Buna qədər aydındır mı? Allah Azze ve Celle Peygamber sallallahu aleyhi ve sellemin yetim olarak büyümesini istedi ki kimsə sabah iddia eləməsin ki bunun da naqislikləri var idi. Atası anası örtdü. Baxın bu uşaq yetim olarak böyüdü. Bir naqisliyini gördünüz mü? Görmədiniz. Uşaq vaxtından bu hansı bir kamilliklə böyüdü. Hər kəs bunu gördü. Bu da Allah Azze ve Celle'nin hikmətidir. Və ikinci məsələ də odur ki yəni insanın qəlbi həmişə uşaqlıqdan yəni bir qüvvətə, gücə etimadı olur. Körpə uşağın. O da kimdir? Atadır. Məsələn, uşaq vaxtı həmişə uşaq deyir, mənim atam hamıdan güclüdür. Yəni həmişə atasını daha güclü sayır, daha bilikli, hər sahədə atasını daha yaxşı sayır. Amma atası olmayanın söykənəcəyi bir yer yoxdur. Onun qəlbi yalnız aləmlər Rəbbi olan Allaha bağlanır. Və onun da Peyğəmbər sallallahu aleyhi ve sellemin də qəlbi Allah Azze ve Celle bağlansın deyə, bu Allah Azze ve Celle'nin hikməti idi deyə, hikməti ilə Allah Azze ve Celle onun yetim böyüməsini istədi. Və Resulullah sallallahu aleyhi ve sellem qardaşlar hədisində bu hədisində buyurur ki İnni uharricu aleykum haqqa zəifin el-yetim vel-mar'a deyir, mən deyir, sizə deyir, iki zəifin haqqında zay etsəniz günaha düşməyinizi bəyan edirəm. Və yaxud sizin iki zəifin haqqında zülm etmənizdən sizi çəkindirirəm. Yəni, əgər onların haqqında haqlarını zay edərsənizsə, sizi böyük bir günah gözləyir. O da kimdir deyir? O iki zəif deyir, yetim və qadınlardır. Yetimlər və qadınlar. Bugünkü günü ən çox cəmiyyətin əzdiyi insanlar da bunlardır. Qadını əzirlər, bir də yetimi əzirlər. Resulullah s.ə.v bu ikisinin haqqını qorumağı, bu ikisinin haqqına diqqət etməyi bizə əmr etmişdir. Əbu Darda radiyallahu anhu deyir ki, Əbu Darda radiyallahu anhunun sözü ilə də mövzumuzu tamamlayaq. Əbu Darda radiyallahu anh deyir ki, səni yetimin göz yaşını axtmaqdan çəkindirirəm. Yəni, yetimin göz yaşını axmasına səbəbkar olma. Çünki deyir, və eyni zamanda məzlumun da duasından çəkindirirəm. Yəni, zülm etməkdən də çəkindirirəm. Çünki bu ikisi deyir, insanlar yuxuda olduğu zaman göylərə ucalar. Yetimin göz yaşı ilə məzlumun duası insanlar yuxuda olarkən göylərə ucalar. Ona görə bu ikisindən qorx deyir. Bu ikisinə diqqət elə. O ki, qaldı, biz bir dənə də son məsələni zikr edək. Alimlər deyirlər ki, yəni yetimə o nəzarətçi ki, təyin olunur, ona nəzarət edir, onun himayəyə alan insan, o insan yetimlə şək yoxdur ki, gözəl davranmalıdır. Tərbiyə, öz övladı ilə necə davranırsa, o şəkildə davranmalıdır. Hətta övladına bəzən sərtlik edərsə, ona qarşı sərtlikdə biraz diqqətli olmalıdır. Lakin müəyyən şərtlər daxilində ədəbləndirmək gərəkərsə, onun məsləhəti üçün ədəbləndirə bilər, qışqıra bilər, onun tərbiyəsi üçün, onun islahı üçün. Yəni, məsələn, əgər vuracaq yaşda, yüngül şəkildə vurmaqla ədəbləndirmə necə ki, şəriətdə uşaqlara gəlibsə, məsələn, əgər bir xətaya düşməsin deyə, bu nədir? Bu icazəlidir. Onun tərbiyəsindən sorumludur. Baxmalıdır. Onun tərbiyəsinə nə fayda verir? Onu o şəkildə tərbiyə etməyə həris olmalıdır ki, o ən gözəl şəkildə tərbiyə alsın. Allah tanrı istəyirəm ki, bizi işli faydalardan eləsin. Əşli bir axsana tabunlardan eləsin. Subhanəkallahumma bihamdik. Şədən də eləyən dəstəğfiruka və ətub eləyik.